Rusiyanın Krik TV Federal Telekanalının əməkdaşı Aleksey Kuznetsov Yekaterinburqdakı Baku Plaza Ticarət Mərkəzinin naşərab restoranının xanım əməkdaşına hücum edib. Telli adlı xanımın sözlərinə görə Kuznetsov çəkiliş qrupu ilə birlikdə restoranın açılmasından 3 dəqiqə əvvəl gəlib və onları içəri buraxılmasını tələb edib. Telli xanım jurnalistlərin ziyarətlərinin məqsədini öyrənmək və müəssisənin yalnız saat 12:00-da açıldığını bildirsə də, onlar qışqırmağa, video çəkməyə və aqressiv şəkildə qapalı restorana giriş tələb etməyə başlayıblar. Onu da qeyd edək ki, baş verən insident restoran işçiləri tərəfindən çağırılan Rosgvardiya əməkdaşlarının gözü qarşısında baş verib. Telekanalın əməkdaşı Aleksey Kuznetsov Telli adlı xanımın əlindən və paltarından tutaraq onu küçənin ortasında dartışmağa başlayıb. Hücumdan sonra zərərçəkənin əllərində qançırların izi qalıb. Bu da tibbi müayinə ilə təsdiqlənib. Baş verən hücum zamanı Kritik TV əməkdaşları naşərab restoranının işçilərinə qarşı təhqir və təqiblərini davam etdiriblər. Verilən məlumatda o da qeyd edilir ki, Krik TV Sverdlovsk vilayətində yaşayan Azərbaycanlıların məqsədyönlü təqibləri ilə məşğul olur. Yalan materiallar dərc edir və millətlərarası ixtilafı qızışdırır.